Niderland və Belçika parlamentlərində Azərbaycanla bağlı qondarma qətnamələr gündəmə gətirilib. Niderland parlamentinin Nümayəndələr Palatasının deputatı Don Seder Azərbaycan xalqına qarşı müharibə cinayətləri törətdikləri sübuta yetirilmiş şəxsləri hərbi əsirlər kimi təqdim edir, onların azad edilməsini, eləcə də qondarma erməni soyqırımının tanınmasını təklif edib. Belçika parlamentinin Nümayəndələr Palatasının deputatı Michel de Maik də eyni motivli qətnamə layihəsi ilə çıxış edib. Onun iddiası Qarabağdan gedən ermənilərin beynəlxalq təhlükəsizlik zəmanətləri altında geri qayıtması, Bakıda saxlanılan erməni əsirlərin azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin 12 may 2021-ci il tarixli mövqelərə geri çəkilməsindən ibarətdir. Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, Brüssel və Amsterdamda Bakıya qarşı irəli sürülən sənədlərin Cənubi Qafqazda sülh prosesini pozmağa hesablanmış təxribat olduğunu təsdiqləyən amillər aydın görünür. Don Seder və Michel de Maik qondarma təşəbbüsü eyni gündə aprelin 16-sında irəli sürüblər. Bu amil təşəbbüsün arxasında sifarişin olduğunu açıq şəkildə göstərir. Sənədlərin indi Bakı-İrəvan xəttində problemli məsələlərin əksəriyyətinin həll edildiyi vaxt gündəmə gətirilməsi buna əminlik yaradır. Avropada anti-Azərbaycan təşəbbüslərin adi hala çevrilməsi kontekstində Belçika və Niderland parlamentlərində irəli sürülən sənədlər də təəccüblü deyil. Bu cür qərarların, qətnamələrin əsas məqsədi erməni maraqlarının müdafiə olunması, Azərbaycan torpaqlarında işğala əsaslanan status quo-nun saxlanılması olub. Lakin Azərbaycan və Ermənistanın yekun sülh sazişinə doğru irəlilədiyi vaxtda Belçika və Niderland parlamentlərində təqdim olunan sənədlər bütövlükdə Cənubi Qafqazda sabitliyə qarşı təxribat aktıdır. Azad olunmasını istədikləri şəxslər Qarabağda keçmiş qondarma rejimin rəhbərləri, müharibə cinayətləri törətmiş şəxslərdir. 1-ci və 2-ci Qarabağ müharibəsində, eləcə də işğal dövründə bu şəxslər təkcə Azərbaycan qanunvericiliyini yox, beynəlxalq hüquq normalarını da pozublar. Qarabağın Azərbaycan ərazisi olduğu aksiomadır. Bunu Belçika və Niderland da rəsmi şəkildə qəbul edir, beynəlxalq hüquqda. Brüssel və Niderlandda Azərbaycan xalqına qarşı müharibə cinayətləri törətmiş şəxslərin azad edilməsinin gündəmə gətirilməsi təkcə beynəlxalq hüquqa laqeyd münasibət deyil, həm də bu ölkələrin rəsmi mövqeyinə ziddir. Qarabağdan gedən ermənilərin beynəlxalq təhlükəsizlik zəmanətləri altında geri qayıtması iddiası isə keçmiş münaqişəni yenidən diriltmək cəhdidir. Don Seder erməni maraqlarının qızğın müdafiəçisidir. Niderlandın qanunverici orqanında qondarma erməni soyqırımının tanınması, bu iddianı inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsi kimi təşəbbüslərlə çıxış edib. 2022-ci ildə Ermənistana səfər edən və İrəvanda qondarma soyqırımı abidəsinə baş əyən Don Seder həmin vaxt Xankəndidə qalan separatçılarla da görüşmüşdü. Seder 2025-ci ildə də qondarma soyqırımı ilə bağlı təmsil olunduğu Nümayəndələr Palatasında təşəbbüslə çıxış edib. Michel de Maik də Niderlandlı həmkarından geri qalmır. Qondarma erməni soyqırımının müdafiəçisi olan Belçikalı siyasətçi Qarabağın azad edilməsi və separatçı rejimin ləğvinə görə Azərbaycana hücum edən əsas şəxslərdəndir. Aydın görünür ki, Niderlandlı və Belçikalı siyasətçilərin Azərbaycana qarşı eyni gündə irəli sürdüyü eyni motivli sənəd erməni diaspora lobbisinin sifarişidir. Avropadakı marionetka siyasətçiləri aktivləşdirən erməni diaspora lobbisinin bir-birinə sıx bağı olan iki hədəfi var. Birincisi, Azərbaycan və Ermənistan arasında sülh prosesini arxa plana keçirmək, indiyə qədər əldə olunmuş razılaşmaları sual altına salmaqdır. İkincisi, Ermənistanda 7 iyunda keçiriləcək parlament seçkilərində Nikol Paşinyan hakimiyyətinin sülhə əsaslanan seçki proqramını pozmaq, revanşist qüvvələrin əlini gücləndirməkdir. Çünki Ermənistandakı revanşistlər erməni əsirlər adlandırılan şəxslərin azad edilməsi, ermənilərin Qarabağa qayıtması kimi məsələlərlə bağlı Avropa ölkələrində təşəbbüslərin irəli sürülməsindən hakimiyyətə qarşı istifadə edirlər. Səbəblər Azərbaycan xalqına yaxşı məlumdur. İnsan haqlarının müdafiəsindən danışan ölkələr adətən bundan siyasi maraqları naminə alət kimi istifadə edirlər. Lakin artıq hər şey dəyişib. Cənubi Qafqazda yeni reallıqlar yaranıb. İnsan haqlarının siyasi məqsədləri naminə istismar edən ölkələrin əməlləri də ifşa olunub. Niderland və Belçika da daxil olmaqla.
Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.